Salam aleykum, Ətullah Burakat, Azərbaycan xalqına və Azərbaycan millətinə. Mən öz dövlətim üçün çəkirəm bu videonu. Çünki mən 2021-ci ildən, indi də 20 noyabr 2025-ci ildir. Qeyri-qanunsuz buranın Daxili İşlər Naziri Arsen Avakovun sifarişi ilə həbs olmuşam Qarabağda döyüşdüyümə görə. İndiki bu dəqiqə ayın tarixi 20 noyabr 2025-ci il. Özüm Jitomirdə 4 nömrəli Cəzaevin türmədə yerləşirəm. Bu günlərim tezləndən bizim milləti qarşı söyüş döyülüb, buranın administrasiya tərəfindən, buranın işçilər tərəfindən bütün millətimizə qarşı təhqir olunub və neçə dəfələrlə olub ki, buradakı millətimizi incidib, qeyri-qanunsuz döyüblər, əziyyət veriblər və mən buna göz bağlamayıb. Bu günlərim səhər tezləndən gedib həmən insanları, həmən türmənin işçilərinə cavablarını vermişəm. Ağır cavablarını vermişəm. Həm sözlə, həm əllərimdən göstərmişəm ki, heç bir Azərbaycan xalqı, heç bir Azərbaycan milləti heç kəsin qalanı başına əyəsi deyil. Mən razıyam ömrü həbsə, razıyam ömür ölümə də, öz millətimə görəm də, öz dövlətimə görəm də, öz xalqıma görəm də. Bütün türmədə, Lukyanovkada, Kiyevin sentralı Lukyanovka, Jitomir 4 nömrəli həbs türmədən məlumat bütün Azərbaycanlardan öyrənə bilərsiniz, maraqlana bilərsiniz. Hər kəs bu barədə xəbəri var. Xmelnitski rayonunda Ramin var, Dedo. Ondan da bu məlumatı öyrənə bilərsiniz. Nağaqda insan var, qardaşımız, ondan məlumat öyrənə bilərsiniz. Hər kəsin bir xəbəri var ki, burada Azərbaycanları incidiblər, haqsız yerə döyüblər və haqsız yerə təhqir ediblər bütün milləti. Mən də buna göz yumayaraq bunların cavablarını vermişəm. Birdən mənim də nəsə olsa, məni harasa başqa bir türməyə göndərsələr və yaxud məni podvalda bağlasalar və yaxud mən ölüb eləsəm, hər kəsin xəbəri olsun ki, bu birbaşa Daxili İşlər Naziri Arsen Avakov buranın 4 nömrəli türmənin, Jitomir rayonunun 4 nömrəli türmənin türmə rəisi və zamından irəli gəlir. Çünki mən bunların bu günləri hər birinin cavabını verdim və qoymadım ki, bizim Azərbaycan millət burada olan tutaqlar, Azərbaycan vətəndaşı olan tutaqlarımızı incitsinlər və onları təhqir eləsinlər. Və artıq dərəcədə hamıdan xahiş edirəm. Məndən nəsə olsa bu video hər yerə yayılsın və hər kəs bunu bilsin ki, heç bir Azərbaycan vətəndaşı heç kəsin qabağında başı aşağı deyil və bəlkə başımız ucadır. Biz qanımızla Qarabağ torpaqlarını almışıq, qanımızla da onu müdafiə edirik və heç bir kəsə icazə verməliyik ki, bizim namusumuzu, qeyrətimizi kimsə təhqir eləsin. Mən bunu eləməyim səbəbi millətimi sevməyimdən irəli gəlir. Mənim millətimi təhqir eləyiblər və mənim millətimin olan vətəndaşlarını burada haqsız yerə döyüb, əziyyət veriblər. Ona görə də mən dönüb bunların cavablarını vermişəm. Sizdən hər kəsdən xahiş edirəm. Məndən nəsə olsa, mən haqqımı hər kəsə halal edirəm, amma bir şərtlə ki, bu video hər yerə yayılsın və hər kəs bilsin ki, mən Qasımlı Misir Elmanoğlu 20 noyabr